Salam Məntiq və İnformatika kanalının izləyiciləri. Bugün növbəti model testi sizinlə birlikdəyik. 2006-cı ilin model testindən 13 nömrəli testdəyik. Bu testdə 12 nömrəli testdə olduğu kimi şifrələr mövzusuna aiddir. Gəlin oxuyaq, görək bizə bu testdə nə deyir. Deyir ki, aşağıdakı boş buraxılmış yerləri elə tamamlayın ki, mütərizədə bizə belə bir xatırlatma verir. Hər boşluq bir hərf olmalıdır. Gəlin biz bu hər boşluğu qeyd edək ki, bir hərf olmasın üçün. Baxın, hər boşluq, yəni burada bir hərf olmalıdır, bir boşluq. Burada bir hərf olmalıdır, iki boşluq. Burada bir hərf olmalıdır, üç boşluq. Və burada da bir hərf olmalıdır, dörd boşluq. Sonra bizə deyir, hərflər müəyyən qanunlara uyğunluqla düzülmüş olsun. Baxın, A, sonra hansısa bir hərf gəlir, C. Bunu da sizin üçün başqa bir 3-3 ayırırıq. 3-3 ayırırıq. Daha sonra yenə 3-3 ayırırıq. Daha sonra yenə 3-3 ayırdıq. Yenə 3-3 ayırırıq və yenə 3-3 ayırırıq. Deməli, burada baxıram ki, A, C, hansı hərf yoxdur? B. Mən onu burada qeyd edirəm. Daha sonra C, B var, amma A yoxdur. Onu da burada qeyd edirəm. Burada 3'ü də var. Daha sonra burada B, C var, amma A yoxdur. Yenə də A-nı qeyd edirəm. Növbəti boşluğumuzda isə C, A, B-miz yoxdur. Onu qeyd edirəm. Baxıram ki, cavabım nə olacaq? B, A, A, B. Cavab olacaq A variantı. Bu testimizə aid və hər hansı bir testə aid suallarınız olarsa şərhlərdə yazmağı unutmayın. Kanalımıza abunə olaraq digər model testlərimiz, həmçinin digər testlərimiz haqqında da məlumat ala bilərsiniz. Əgər videomuzu bəyəndinizsə, bəyən butonuna basmağı da unutmayın. Hələlik növbəti testlərdə görüşək.